Balakən şəhərinin Mahmalar kəndində həyətyanı ev satışa çıxarılır. Ev tam Qlavno yolun kənarında yerləşir. İrəlidə gördüyünüz dağlardır. Dağlara yaxın bir ərazidə yerləşir. Qarşısından marşrut keçir. İşıq xətti, qaz xətti, su xətti işlək haldadır. Həyətin girəcəyində kubik daşdan tikilmiş çardaqlı mal damı satışa çıxarılır. Evin ön hissəsində açıq navesti var. Ehtiyac su kranıdır. Həyətyanı torpağı 5 sotdur. Ön tərəfdə gördüyünüz 13 sot pay torpaqdır. Yenə yolun tam kənarıdır. Hər tərəfdən dəmir şifir ilə hasarlanmışdır. Yol tərəfdən daş hasardır, çay daşıdır. Padvallı evdir. Girişdə açıq balkonu var. Girişində belə bir qonaq otağıdır. Otaqlardan giriş otağından əlavə deməli belə bir 3 dənə də otaqları var. Dörd otaq açıq balkon. Açıq balkondan deməli sol tərəfdə bu hissədə mətbəx kimi istifadə olunubdur. Hamamı ayaq yolusu tam təmirlidir, kapel mətlaqdadır. Gördüyünüz kimi genişdir. Hamamı ayaq yolusu. Yəni işlək haldadır. Hal-hazırda evdə yaşayış yoxdur. Qeyd etdiyim kimi dağlara çox yaxın bir məsafədə yerləşir. Ekoloji cəhətdən havası təmiz yerlərdən biri sayılır. İçərilərində cürbəcür meyvə ağaçları var. Gördüyünüz ev satışa çıxarılan ev Qubcalıdır. Notarial qaydada alqı-satqı edərək 5 sot həyətyanı torpağı var. Ön tərəfində 13 sot pay torpaqdır. Notarial qaydada alqı-satqı edərək həyətyanı evi əldə edə bilərsiniz. Qiyməti videonun altında qeyd olunacaqdır.